Salam uşaqlar. OTK 2024 9-cu siniflər üçün sınaqların 8-incisi. 5. Əziz İzabella, mən mollarda gəzməyi xoşlayıram və univermaqlarda gəzməyi xoşlayıram. Dostlarımla kollecsionu olan və biz yaxşı vaxt keçiririk. Mən yaxşı bir alıcıyam, çünki endirimdə olanda alıram hər şeyi. Buna baxmayaraq mənim böyük bir problemim var. Mən çox pul xərcləyirəm. Mən necə az xərcləyə bilərəm, amma həm də dostlarımla shoppingə gedə bilərəm. A-da deyir ki, Carmen, Izabella deyir ki, ona bizə qoşulsun. Xeyr, belə bir şey xahiş eləmir. B-də deyir ki, o Izabellaya dostları haqqında məlumat verir. Yox. C-də deyir ki, Carmenin öz dostunun məsləhətinə ehtiyacı var. Bəli, sual verir axı ona. C variantı. 6-cı sual. Əzizdən, mən düşünürəm ki, könüllü kimi bir layihədə iştirak etmək mənim boş bir ilimin bir hissəsi olacaq. Yəni bir boşluğumu dolduracaq. Mən maraqlı bir layihə tapmışam. Afrikada könüllülərə ehtiyacı var. Mən öz səyahət pulumu və qalma xərcimi, səyahət pulumu ödəməliyəm və orada özümə mənzil tapmalıyam. Biraz pul toplamalıyam əvvəlcə. Sənin təkliflərin varsa, təkliflərin var, mən hara baxım? Mənə öz ideyalarını yaz. A-da deyir ki, Bil öz dostunun rəyini soruşur, öz arzusuyla bağlı. Bu olar yəqin ki. B-də deyir ki, Bil D-dən soruşur ki, ona qoşulsun səyahətində. Yox. C-də deyir ki, Bilin məqsədi dostlarını layihə haqqında məlumatlandırmaqdır. Xeyr. D-də deyir ki, Bil qoşula bilmir layihəyə. Y-də də deyir ki, Bil D-dən gözləyir ki, onun xərclərini qarşılasın. Bunlar heç bir deyil. Cavab elə aydı. 7. Əziz Kate, mənim dostum və mən bir-birimizlə yaxşı yola gedirik. Bacım və mən. Amma biraz problemimiz var. O xoşu gəlir ki, getsin shoppingə və mollarda paltarları üzərinə geyinib baxsın. O istəyir ki, mən onunla gedim. Çünki mən öz fikrimi ona deyə bilərəm necə göründüyü haqqında. Bütün bunlar mənim vaxtımı alır. Mən istəyirəm ki, evdə qalım, televizora baxım, nə etməliyəm? A-da deyir ki, Julia televizora baxmaqdan yorulub. Xeyr, istəyir axı baxsın. Cümlənin heç ardını oxumağa ehtiyac yoxdur, ona görə qabağını oxudum. B-də deyir ki, Julia öz dostuna deyir ki, bacısı ilə necə gözəl vaxt keçirir. Xeyr. C-də deyir ki, Julia istəyir ki, bu problemi bacısı ilə danışsın. Yox. D variantında Julia'nın bacısı heç vaxt Julia'nın məsləhətinə yəni ehtiyacı yoxdur. Xeyr. Y-də deyir ki, Julia Kate-dən bu problemi asanlıqla həll etmək üçün məsləhət istəyir. Bəli. Mətnə keçək. Yarış keçiriləcək o ölkədə ki, ilk dəfə ayda məskunlaşıb. Amerika Birləşmiş Ştatları, Rusiya, Hindistan, Yaponiya, Çin, Çindən başqa, Amerika Birləşmiş Ştatlarından başqa, Rusiya, Çin, Hindistan, Yaponiya, bunlar da yəni planlaşdırırlar Aya astronavt göndərməyi. Beləliklə, ayda bir stansiya qurmaq mümkün olacaq tezliklə. Ayda su tapılıb yerin səthində, amma buz formasındadır. Ən aşkar problemlər odur ki, enerji, su, hava və sığınacaq. Bugün alimlər hiss edirlər ki, yəni düşünürlər ki, ən yaxşı yer ya cənub qütbündədir, ya şimal qütbündə olacaq. Yəqin ki, ayın qütblərini deyir. Temperatur çox da dəyişmir, çünki ekvatora yaxındır hardasa. Mətnin ikinci hissəsində deyir ki, hal-hazırda NASA hazırlaşır ki, ayın səthinə kosmik gəmi göndərsin, spacecraft, kosmik gəmi. Onların yüksək texnologiyalı kompüteri siqnalları analiz edəcək və yer kürəsinə göndərəcək tədqiqat üçün. Bu tədqiqat o teoriyaya əsaslanır ki, kometlər yer kürəsinə keçən 2 milyard il ərzində vurublar və onun dəliklərində buz yaradıblar, buz saxlayıblar. Bu halda astronavtlar günəş enerjisini istifadə edə bilər ki, ayı buzu əritsin və ayda da yaşayış mümkün olsun. Sualların
davamına baxaq. 9-cu sual. Mətnə aid düzgünü tapırıq. A-da deyir ki, artıq bilinir hansı ölkə ayda məskunlaşacaq. Xeyr, ölkələrin bir çoxunun adını çəkdi. B-də deyir ki, bəzi ölkələr təşkil etmək istəyirlər Çindən başqa. Aya astronavt göndərmək. Xeyr, Çinin də adı var idi. Niyə Çindən başqa? C-də deyir ki, insanlar güman ki, gələcəkdə ayın səthində yaşaya bilərlər. Ola bilər, bu ailəlik qalsın. D-də deyir ki, ay düşünülür ki, stansiya qurmaq üçün ən yaxşı yerdir. Xeyr, ən yaxşı yer ola bilməz. Y-də isə deyir ki, ay yaxşı şəraitlərinə görə yerləşilə biləsi yerdir. Yaşana biləsi yerdir. Xeyr. 9-cu sual. Mətn əsası nə haqqındadır? A variantı deyir ki, peak satelit peakdir. Ölkələr arasında yarışa səbəb olan peak. Ola bilər də aydan söhbət gedir. Cavab A olar. B variantında məsələn deyir ki, ayda yaşayan astronavtlar orada heç kim yaşamır. C-də deyir ki, ayda tikilmiş stansiya hələ tikilməyib. D-də deyir ki, Cənub qütbünün iqlimi yox. Y-də deyir ki, ekvatorda həyat yox. 10-cu sual. Yüksək texnologiyalı kompüterlərin rolu nədir? Onlar siqnalları analiz edəcəklər. D variantına baxın. Onlar yer kürəsinə göndərməzdən əvvəl inspect, təftiş eləyəcəklər. Yəni, analyze sözünün sinonimidir. 11. Müasir dövrdə deməli, bir də deyir ki, NASA Aya kosmik gəmi göndərməyi niyyətlənir. Bəli, niyyətlənir. Biri də 3-dür ki, deyir, hər iki qütb stansiya qurmaq üçün yaxşı yerlər hesab olunur. Bir də 3-dür. 12-ci sual. Mətnə əsasən hansılar yanlışdır? Bir də deyir ki, NASA'nın məqsədi ayda ayın kometlərin vurmasından qorumaqdır, yəni qarşısını almaqdır. Yox. Biri elə budur. 2-də deyir ki, tədqiqata əsasən buz qalıb orada dəlikdə kometlər tərəfindən, bu düzdür. 3-də deyir ki, ayda tədqiqat planetin tədqiqi üçün çox az vacib əhəmiyyət daşıyır. Bu da səhvdir. 1-3. 13-cü sual. Bağlayıcılardır bunların çoxu. Bağlayıcılar tərcümə istəyir. Sən sinemaya gedə bilərsən, ammanı qoysaq, ziddiyyət bağlayıcısı olmalıdır. Biri təsdiq, biri inkar olmalıdır. Amma ola bilməz. Beləliklə mənası da doğru gəlmir və çünki mənalarda doğru gəlmir. C variantında isə və ya deyir. Yəni, sən sinemaya da gedə bilərsən və ya xalana baş çəkə bilərsən. Yəni, hər ikisinə icazə verirəm də olar. 14. Deməli, deyir ki, sən çimərliyə getmək istəyirsən, yoxsa yenə də televizora baxıb dondurma yemək istəyirsən. Cavab A. 15. Keytin anası bizi sirka götürəcək. Çünki bizim anamız biznes səfərindədir. Çünki cavab Y-dir. As, because-un sinonimidir. Çünki deməkdir. 16. Mənim qardaşım təbii ki, insan olduğu üçün who olur. Kimin ki 40 yaşı var, Londonda yaşayır. Cavab A. 17. Altına xətt çəkilmiş sözü sinonimi. Larger, böyük. Sinonimi baxaq. Bigger, böyük. B variantı. 18-ci sual. Mən hadisə üçün, yəni qəza üçün üzr istəyirəm və düşünürəm ki, və yox, nə zaman ki düşündüm ki, yəni başa düşdüm ki, bu mənim səhvimdir. Öz səhvim olduğunu başa düşəndə üzüldüm. C variantı. Yəni anda, əndə. When. 19. Uşaqlar müxtəlif növ heyvanlar görüblər. Zooparkda olarkən. A variantı. Arkən, erkən. 20-ci sual. Dünən mən yatmağa tez getdim. Çünki kifayət qədər yorğun idim. C. 21. Trabzon haranın ki fındığını, qozunu biz xoşlayırıq. Qaradəniz bölgəsindədir. İyəlik hal bildirən bir dənə huz var. Başqa yoxdur. B variantı. Nöqtələrdən sonra yəni isim var. Trabzonun fındığından danışır. 22. The test was. Bunu keçən sınavda izah eləmişdim. Vergüldən sonra wasn't yazıb. İnkardır. Demək biz qabağa təsdiq qoymalıyıq.
A-da yazıb neither or, belə bir bağlayıcı mövcud deyil. B-də yazıb either nor, səhv bağlayıcıdır, bu da yoxdur belə şey. C-də neither and yazıb, belə şey də yoxdur. Sonra qaldı D ilə Y. D-də də deyir both or. Both or-la birləşmir. Both and-lə birləşə bilər. Cavab Y. 23. Your sister will not be safe. Sənin bacın təhlükəsiz olmayacaq əgər sən onu parkda tək qoysan. Cavab C. Əgər. 24. Onun daha çox çalışmağa ehtiyacı var. Çünki çünki yoxdur burada. Əgər istəyirsə uğurlu olsun, çox çalışmalıdır. Cavab A. 25. Antonimləri tapaq. Talented istedadlı, gifted də yəni nəsə ona ilham verilmiş istedadlı. Bir ola bilər. Catch tutmaq, çatmaq, miss isə itirmək, çatmamaq ola bilməz. Antonimləri istəyir. Üzr istəyirəm. Biri elə 2-dir. Biri enjoy xoşlamaq, dislike xoşlamamaq 3-dür. Suitable uyğun, available da uyğun. Bunlar sinonimdilər. Search axtarmaq, explore kəşf etmək. Bunlar da antonim deyirlər. Cavab 2-3. Bu qədər. Sağ olun.